Herkese selamlar. Ben Reyzat müəllimi Qabil Abbasov. Bugün DİM 2025 Reyzat 9 ili test toplusunun tənişlər sistemi mövzusuna baxacağıq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda bizə verilir. 2x bərabərdir 6, y üstəgələk 3x bərabərdir 14. Tənişlər sistemindən y-i sorulur. Birinci tənişlər sistemindən tənlikdən tapırıq ki, x bərabərdir 3-ə. Və bu 3-ü ikinci tənlikdə yerinə qoysaq, 3 vur 3 bərabərdir 14, y də bərabərdir 14 çıxaq 9, y bərabərdir 5. Eyni tip sualdır. İkinci sualı siz yazırsınız. Keçdik üçüncü suala. Üçüncü sualda bizə verilir ki, 2x bərabərdir 6-ya, x plus y bərabərdir 11-ə. Bizdən y çıxaq 2-si sorulur. Bunu ən gözəl tapmaq üçün birincidən, yəni ikinci tənlikdən birincini çıxsaq, x plus y çıxaq 2x, 11 çıxaq 6. Bunu sorulur da bizdən. Buradan tapırıq y çıxaq 2 bərabərdir 5-ə. Eyni ifadənin altında uşaqlar. Bir də tənlik sistemini həll eləmədik. Buradan tapdıq 5. Dördüncü sual. 4-də bizdən x-i sorulur. X-i taparkən uşaqlar, y. Tənliyimizi yazaq. X üstəgələk y bərabərdir 11-ə. Biz bunu yerlərini dəyişik yazsaq, 2x bərabərdir -4, y-dən x-in yerini dəyişdik. Elədi 11. Və 6 bizdə nəyə sorulur? X-i. 6 çıxsaq, y-lər gedir, qalır -2x çıxaq x bərabərdir -4 çıxaq 11. -3x bərabərdir -15-ə, x bərabərdir 5-ə. Tapdıq 5. X-i qarşısını sorulur. 6 toplayanda 2x bərabərdir 10-a, x bərabərdir 5-ə. Y bərabərdir -1-ə. Eləyir -5 hasili. 6-cı sual. X-i sorulur. 6 toplayanda bizə verir 3x bərabərdir 9, x bərabərdir 3. Cavabımız eləyir 3. 7-ci sual. X-i yerə 2y qoysaq, eləyir 6y bərabərdir 18, y bərabərdir 3-ə. Bizə nə sorulur? Tənliklər sistemində x çıxaq y. 6 toplananda 7x bərabərdir 21-ə, x bərabərdir 3-ə. Yerinə qoysaq 12 çıxaq y bərabərdir 13, y bərabərdir -1-ə. Bizə nə sorulur? 3 çıxaq -1-i. Bu deyir 3 üstəgələk 1 bərabərdir 4. 9-cu sual. X plus y sorulur. Yenə 6 toplananda, bax mənfi müsbət olanda 6 toplamaq olur. Eyni işarə olanda çıxmaq lazımdır. Müxtəlif işarələr olanda toplamaq lazımdır. Eləyir 5x bərabərdir 50-yə, x bərabərdir 10-a. X-i 10 verəndə y-i tapdıq 6. 10 üstə 6 gəlində eləyir 16. 10-cu sual. 3-də 2x üstəgələk 4-də 1 y bərabərdir 19-a. 2-də 1 x çıxaq y bərabər 0-a. Bizə deyək, tənliklər sistemini həll edin. Tənliklər sistemini həll edərkən uşaqlar, ilk olaraq nə ayırırıq? Buradan y, bu tənlikdən y bərabərdir 2-də 1 x kimi tapırıq. Gətirib y-in yerinə 2-də 1 x qoysaq, əvəz etmə üsulundan yazsaq, üstəgələk 4-də 1 vur 2-də 1 x bərabərdir 19-a. Bu eləyir 3-də 2 x üstəgələk 8-də 1 x bərabərdir 19. Hər tərəfi 24-də vursaq, bu bizə eləyir 16 x üstəgələk 3 x. Hər tərəfi 24-də vurduq. Bərabərdir 24 vur 19. Buradan 19x bərabərdir 24 vur 19-a. X də bərabərdir 19-a bölsək qalır 24. X-i tapdıq 24. Y-i tapanda da burada yenə qoyuruq. 2-də 1
vur 24 bərabərdir 12. Həll cütümüz oldu. 24, 12. Birinci x yazılır, sonra y yazılır. 24, 12. Cavab D variantı. 11-ci sualımız belədir. Bizə verilib x kvadratı çıxaq 5x y bərabərdir 6. X çıxaq 5y bərabərdir 1-ə. Bizdən x, y hasilini soruşur. Buradan x-i ortaq vurub çıxarsaq, qalır x çıxaq 5y bərabərdir 6. Buna da x çıxaq 5y bərabərdir 1-ə. Hər ikisini yeni vurğulandır. Yerinə qoysaq, x-ə tapırıq 6. Bu 6-nı yerinə gətirib yerinə qoysaq, 6 çıxaq 5y bərabərdir 1. Y-ə tapdıq 1. Bizdən hasilini soruşur. 6 vuraq 1 bərabərdir 6. 12-ci sual. Eyni qaydadan y çıxarsaq, eyni tip məsələdir. Bunu siz yazırsınız. 13-cü sual. 13-cü sualda bizə verilir 0,x üstə gəlir 0,9y bərabərdir mənfi 0,8. 2x çıxaq 3y bərabərdir 5. Birinci kəz 10-a vursaq, eləyir x üstə gəlir 9y bərabərdir mənfi 8-ə. İkincini olduğu kimi saxlasaq, bərabərdir 5-ə. Birinci tərəfi 2-yə vursaq, eləyir 2x üstə gəlir 9y bərabərdir mənfi 8. Toplama yoluna yazılır. X bərabərdir 5. Eyni işarə olduğuna görə əsasda bax, əmsallar eynidir, işarələr eynidir, alt-alta çıxırıq. Çıxanda buna 0-a getdi. 9y-dən də mənfi 3y çıxanda eləyir 12y. 2-ni mənfi 8 vurmadım. 16. Bunu da vurmadıq. Bunu da vurmamışıq. 18y. Sadəcə 2 vurmuşuq. 18y çıxaq mənfi 16. Bunun toplamında bizə verir 21. Çıxanda. Bunu da çıxanda bizə verir mənfi 21. Y də bərabərdir mənfi 1-ə. Y tapdıq mənfi 1. Və yerinə qoyub hesablasaq, eləyir 2 vuraq 1, çıx 3y bərabərdir 5. Ən az tənin birinə qoyduq, hesabladıq. 2 çıxaq 3y bərabərdir 5-ə. 3y bərabərdir 2 çıxaq 5. Y də bərabərdir mənfi 1. X bərabərdir. Biz y tapmışdıq. İkisini yenə qoymuşam mən onu. 2x bərabərdir. 2x çıxaq 3 vur mənfi 1 bərabərdir 5-ə. 2x üstə gələk 3 bərabərdir 5-ə. X də bərabərdir mənfi 2-yə. X bərabərdir mənfi 1-ə. Tənliyimizin həlli oldu. Mənfi 1, mənfi 1. Beşdən 3 çıxanda 2, müsbət 2-dir bu. Müsbət 1. Müsbət 1, mənfi 1. D variantı. 14-cü sual. 14-cü sualımız x bölü y soruşur. X üstə gəlir 4y bərabərdir 16. X plus y bərabərdir 5-ə. X bölü y bərabərdir suala. Eyni qayda ilə 3-ə vursaq ikinci tərəfi. Eyni işarə olduğuna görə alt-alta çıxsaq, y bərabərdir 1. Yerinə qoysaq, x üstə gəlir 1 bərabərdir 5-ə, x bərabərdir 4-ə. Gətirib yerinə qoysaq, 4 bölü 1 bərabərdir 4-ə. Cavab 4. Eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 16-cı suala. 16-cı sualımız bizə deyilir. Mənfi 3x üstə gəlir y bərabərdir 3-ə. 5x çıxaq 2y bərabərdir mənfi 4-ə. Ancaq toplama nə yazır? Bunu bir dəfə əvəz etmə nə yazır da?
X bərabər sualı. Əvəz etməklə necə yaza bilərik? Buradan y-i tapa bilərik birincidən. 3 çıxaq mənfi 3 ilə üstə gələk 3x. Gətirdiyimiz bu y-in qiymətini aşağıda yerinə qoysaq 5x çıx 2 vur 3 üstə gələk 3x bərabərdir mənfi 4-ə. Buradan tapırıq 5x çıx 6 çıx 6x bərabərdir mənfi 4-ə. Mənfi x bərabərdir mənfi 4 üstə gələk 6. Mənfi x bərabərdir müsbət 2-yə. X bərabərdir mənfi 2-yə. X-i tapdıq mənfi 2 yerinə qoysaq 3 çıx 3 vur mənfi 2 6 edir mənfi 3. Mənfi 2 vur mənfi 3 bərabərdir müsbət 6. Cavabımız elədir 6. 17-ci sual eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 18-ə. Bərabərdir mənfi 7. 5x üstə gələk 6y bərabərdir mənfi 13. Bizdən soruşur y bölək x-i. Yazırıq ki, bunu bir də mənfisindən vuraq da. Mənfi 2-yə vursaq, eləyir mənfi 4x çıx 6y bərabərdir müsbət 14-də. 5x üstə gələk 6y bərabərdir mənfi 13-ə. Alt-alta toplasaq. İşarələr əksisdir. Bax görsən, onca topladıq. Eləyir müsbət x bərabərdir müsbət 1-ə. Yerinə qoysaq birini. 2 vur 1 üstə gələk 3y bərabərdir mənfi 7-yə. 2 üstə gələk 3y bərabərdir mənfi 7. 3y bərabərdir mənfi 7 çıx 2. 3y bərabərdir mənfi 9-a. Y bərabərdir mənfi 3-ə. Bizdən nə soruşurdu? Y bölək x. Y-imiz nədir? Mənfi 3. X-imiz nədir? 1. Nisbətimiz edir mənfi 3. Eyni məsəldir. Siz keçdik 20-yə. 20-ci sual bizdə deyilir. X üstə gələk y bərabərdir mənfi 3-ə. 2x çıx 3y bərabərdir mənfi 11-ə. Bizdən x, y hasını soruşur. Eyni qaydadan birinci tərəfi 2-yə vursaq, eləyir 2x üstə gələk 2y bərabərdir mənfi 6-ya. 2x çıx 3y bərabərdir mənfi 11-ə. Alt-alta çıxsaq, bizə verir 5y bərabərdir mənfi 6 çıxaq mənfi 11-ə. 5y bərabərdir 5-ə. Y bərabərdir 1-ə. Y-ə 1 tapanda x-ə tapdıq mənfi 4. Yerinə qoysaq. Bizə nə soruşur? X, y hasını mənfi 4 vur 1. Bu da bərabərdir mənfi 4-ə. Cavabımız elədir mənfi 4. 21-ci sual eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 22-ci suala. 22-ci sualda bizə verilir. 3x üstə gələk 2y bərabərdir 7. 2x üstə gələk 3y bərabərdir 18-ə. Bizdən soruşur x plus y cəmini. Şöyle fikir versəniz, alt-alta toplasaq 3, 2, 2, 3. Əmsallar cəmini edir 5. Demək alt-alta toplasaq bizə verir 5x üstə gələk 5y bərabərdir 7-nin üstünə çəkəndə 25. Buradan 5 ortaq vuru çıxarsaq x üstə gələk y bərabərdir 25-ə. X plus y bərabərdir 25 böl 5. Bu da bərabərdir 5-ə. Demək cavabımız nədir? 5. Bax, veriləni sualın şərtindən çıxartdıq. Həll eləmədik bir də tənliyimizi. 22-də cavab 5. Bax, eyni qaydadır. 3-dən 2 çıxanda nə eləyir? 1. Mənfi 2-dən mənfi 3 çıxanda elədi 1. Amma fərq eləmir. Uşaqlar, 23-cü sualı bax belə yazarıq. 3x çıxaq 2y, 2x çıxaq 3y, 6 bərabər 9. Bax, diqqətlə 3-dən 2 çıxanda 1, bizə nə soruşur? X çıxaq y. 2-dən mənfi 2-dən mənfi çıxanda müsbət 1. Bu eləyir x plus y yaranır. Amma çıxma yaranmır. Amma bundan ikincidən birincini çıxsaq, ikinci çıx birinci. Onu da belə alınır. 2x çıxaq 3y çıxaq 3x
çıxaq olduğuna görə eləyir. Üstə gələk 2y bərabərdir 9 çıxaq 6. Bu eləyir mənfi x. Bu neçə eləyir? Mənfi y. Eləyir 3. Burada x plus y yaranır. Eyni qayda ikisindən də x plus y yaranmış. Bunda alınmır. Təlimimizi həll edəcək uşaqlar. Təlini həll edəndə uşaqlar nə ayıraq? Biri 3'dür, biri 2'dir. Birini 2'yə vuracaq, birini 3'ə vuracaq. Birincini 2'yə vuracaq, ikincini 3'ə vuracaq. Eləyir 6x çıxaq 4y bərabərdir 12'yə. 6x çıxaq 9y bərabərdir 27'yə. 6 olduğuna görə uşaqlar çıxacaq. Çıxanda eləyir 5y bərabərdir 12'dən 27 çıxanda mənfi 15. Y bərabərdir mənfi 3'ə. Y mənfi 3 tapdıq. Yerinə qoysaq eləyir 3x çıx 2 vur mənfi 3 bərabərdir 6'ya. 3x üstə gələk 6 bərabərdir 6. X bərabərdir 0'a. Y-imiz nədir? Mənfi 3. X-imiz nədir? 0. 0 çıxaq mənfi 3 bərabərdir 3'ə. 24-cü sual. Dördüncü sualda bizə soruşur x plus y. Şöyle fikir versiniz. Alt-alta çıxsaq nə yanır? Buradan çıxanda 2x. Müsbət 4'dən müsbət 3 çıxanda qalır y. Böyüyün işarəsini yazdıq. X plus y 5'dən çıxanda 3. İfadəmiz aldı. Bir yol 3 tapdıq. Bir də həll eləmədik. Bax, eyni qaydada buradan da. Alt-alta çıxsaq bizə verir x-i. 5'dən mənfi 6 çıxanda mənfi y. Bərabər 4'dən çıxanda 2. İfadədən aldıq. Cavab elədi 2. 26-cı sual. 26-cı sualı vurub açanda bizə verir 10x çıx 6y çıx 2y. 2x də bu üzrə çevirsək üstə gələk 2x bərabər 8. Mənfi 3x üstə gələk 5x çıx 10y üstə gələk 10y bərabərdir 4'ə. Sistemi alsaq x eləyir 12x çıx 8y bərabər 8'ə. Eləyir 2x 10y'lər mənfi müsbət olduğuna görə getdi. Bərabərdir 4'ə. Buradan x-i tapdıq 2. Yerinə qoysaq 24 çıx 8y bərabərdir 8'ə. 8y bərabərdir 16'ya. Y bərabərdir 2'yə. Hər ikisi də 2. Bizə nəyə soruşur? Təhlil sistemini həll edin. 2, 2. D variantı. 27-ci sual eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 28-ci suala. Eyni qaydadır. Yenə vurub açırıq. 28. Bizə verir 2x çıxaq 10 çıxaq 1. X-i bərabər sonra olur üstə gələk. Verir 4x çıxaq 4y çıx 7y üstə gələk 2 bərabər 0'a. Təhlilimizi həll edəndə bizə verir 3x bərabər 4 üstə gələk 11. 4x çıxaq 11y bərabər mənfi 2'yə. Buradan birincidən tapırıq x bərabərdir 5. Yerinə qoysaq 20 çıxaq 11y bərabərdir mənfi 2'yə. 11y bərabərdir 20 çıxaq mənfi 2. 11y bərabərdir 22. Y bərabərdir 2'yə. Təlimimizin həlli oldu 5, 2. Bizdə nə soruşur? 28 cəmini. Cəmini elədi 7. Geçdik 29-cu sual. Eyni qaydadır. Vurub açırıq. Bunu siz yazırsınız. Geçdik 30-cu sual. 30-cu sualda alt-alta toplayanda bizə verir 5y bərabərdir 15, y bərabərdir 3'ə. Yerinə qoysaq 12 çıxaq x bərabər 7, x-ə tapdıq 5.
5, 3. 5 çıxaq 3 bərabərdir 2-yə. Eyni qaydadan bizdən x soruşduğuna 6 toplandı, y-lər getdi. Qaldı 4x bərabərdir 8-ə, x bərabərdir 2-yə. A variant. Sistemdə y-i tapın. Y-i tapmaq üçün ilk olaraq biz x-i tapmalıyıq. X-in yerinə, y-in yerinə 2x yazanda 5x üstəgələ 4x bərabərdir 18. 9x bərabərdir 18-ə, x bərabərdir 2-yə. X-ə 2 qoysaq y olur 4. Bizdən y soruşur. X plus y cəmini soruşur. İlk olaraq burada uşaqlar 33-cü sualda 3x bərabərdir 2y-ə. 3x üstəgələ y bərabərdir 9-a. 3x-in yerinə 2y yazanda eləyir 3y bərabərdir 9-a, y bərabərdir 3-ə. Y-in yerinə 3 qoyanda eləyir 6, x bərabərdir 2-yə. 2, 3. Bizə nə soruşur? Cəmini. 2 ilə 3-ün cəmi eləyir 5. 34-cü sual. 34-cü sual bizdə deyilir. Hər dəncə sistemi həll edin. 10-a vuranda eləyir 32x üstə gələk 150y bərabərdir mənfi 10-a. 4x üstə gələk 3y, bunu da ona vurduq. Bərabərdir mənfi 197-yə. Həll edin deyir. Uşaqlar, amat üçün ilk olaraq bunu 8-ə vursaq, eləyir 32x üstə gələk 150y bərabərdir mənfi 10-a. 32x üstə gələk 24y bərabərdir mənfi 197 vur 8. 6-6 çıxsaq, x-lər gedir, qalır 150y çıx 24y bərabərdir mənfi 10 üstə gələk 197 vur 8-ə. Bundan çıxanda bizə verir 126y bərabərdir eləyir 6, 72, 77 yazaq 5, 7 yadda 1576. Ona mənfi 10 çıxanda eləyir 1566. Y də bərabərdir 1566 bölək 126. Böləndə 156-nın içində 26 bir dəfə. Çıxdı qaldı 306-nın içində 126 2 dəfə. Variantlara bağlı görə cavablar nə veriblər? Konkret ədəd veriblər. Deməli, harada biz səhv eləmişik. Baxaq, görək. O buranda 150y. Mənfi 1. Burada səhv eləmişik. Uşaqlar. Burada tam yox. Ona vuranda bu edir 40. Təzdən yazacaq. 32x üstə gələk 150y bərabərdir mənfi 10-a. 40x üstə gələk 3y bərabərdir mənfi 197-yə. Bunu bərabərləşdirmək üçün bunu 50-yə vuraq. 50'ye vuranda 32x üstə gələk 150y bərabərdir mənfi 10'a. 50'ye vuranda eləyir 2000 x 150y bərabərdir mənfi 197 vur 50'ye. Bunu toplama yazısına yazanda görürük ki, rəqəmlər böyükdə bunlar. Topla, çıx, vur, böl.
Əvəz etmə üsuluna bunu yaza bilərik də. Gözlə. Əvəz etmə üsuluna yazarıq ki, yazmışıq. Çıxaq. Bunlar çıxanda qalır 1968x bərabərdir. Tərsində bunu çıxdı. Müsbət yazdıq deyinə. Bunu vuranda eləyir 7 5'e vuranda 5 35 95 45 48 5'te 1 5 4'te 9 üstə girək 10 eləyir 1968x bərabərdir mənfi 9840'a. Bunu da böləndə x də bərabərdir. Bölək bərabərdir mənfi 5. X-ə tapdıq mənfi 5. Yerinə qoysaq eləyir mənfi 160 üstə girək 150y bərabərdir mənfi 10'a. Y də bərabərdir 150 y də bərabərdir 150'yə, y bərabərdir 1'ə. Demək həlimiz olacaq mənfi 5 1. Mənfi 5 1. 35-ci sual. 35-ci sualımız belədir. Tənşə sistemdə x, y hasilini tapın. Bunu 0,4'ə böləndə x çıxaq y bərabərdir. Bizə düşür 30. X plus y bərabərdir 40'a. Alt-alta toplayanda 2x bərabərdir 70'ə, x bərabərdir 35'ə, y də bərabərdir 5'ə. Hasilini soruşur. 35 vur 5 bərabərdir 175. 36-cı sual. Deyək ki, A parametrin hansı qiymətində 2m, 3m ədədlər düzdür, tənşə sistemin həlli olar. Yerinə qoysaq, tapsaq, eləyir üstləri 2 vur 2m, üstə gələk 3m vur a-ya bərabərdir 1'ə, 2m üstə gələk 2 vur 3m bərabərdir 8'ə. Bizə eləyir 8m bərabərdir 8, m bərabərdir 1. M-ə 1 tapdıq. Yerinə qoyanda 4 vur 1 üstə gələk 3 vur a bərabərdir 1'ə. 4 üstə gələk 3a bərabərdir 1. 3a bərabərdir 1 4. 3a bərabərdir mənfi 3'ə. A da bərabərdir mənfi 1'ə. Üstü yerinə qoyduq, hesabladıq. Tapdıq mənfi 1. Eyni qaydadan 37-ci sual siz yazırsınız. Keçdik 38-ci sual. X kubu cəmini tapın. X plus y-ə a veriflər. X, y hasilini b veriflər. 38-ci sual. Bizdən soruşur x kubu üstə gələk y kubunu. Biz bunun açılışını xüsusi düsturunu yazsaq. Bu x plus y. Və yerinə qoysaq. Cəmi ayırdığına eləyir a kubu. Çıxaq 3 vur. B vur a. A kubu çıxaq 3a b. C variantı. 39. Bizə deyir 2 ədədin cəmi 111, fərqi isə 75'dir. Bu ədədlərdən böyüyünü tapın. İşarə yolca əks toplasaq eləyir 186, x bərabərdir 93.
Y də bərabərdir 111 çıx 93. Bu da bərabərdir 18. Ən böyük hansıdır? 93. 40-cı sual. Bizdən cəmini soruşurdu. Alt-alta toplanan ilə bizə 7 verdiyinə görə 7x plus y bərabərdir 21-ə. X plus y bərabərdir 3-ə. X, y hasini soruşur. 41-ci sual. Təlimimizi yazsaq 7 2x üstə 3y bərabərdir 12. X, y hasini tapın. X, y hasini tapanda uşaqlar birincini 3-ə vursaq, eləyir 9x çıx 3y bərabərdir 21. 2x üstə 3y bərabərdir 12. Və alt-alta toplananda eyni işarə, fərqli işarə olmadan görə bunlar getdi. 11x bərabərdir 33-ə, x bərabərdir 3-ə. Və yerinə qoysaq, bizə verir 3 vur 3 çıx y bərabərdir 7. Y tapdıq, 9 çıxaq 7 bərabərdir 2. Y-imiz 2, x-imiz 3. Bizdən hasili soruşur deyən 3 vur 2 bərabərdir 6. Cavabımız elədir 6. Eyni tip məsələdir. Siz yazırsınız. 43. 43-cü sualımız eyni qayda ilə fərqli kimi bəxçinin eyni düsturdur. Düsturumuzu yazsaq və yerlərinə qoysaq, A-nın kubu üstə 3AB. Yuxarıda aid buna biləmişik. 44-cü sual eyni qaydadır. Siz yazırsınız. 45-ci sual. 45-ci sualımız belədir. Hansı qiymətlərində təşkil sistemin sonsuz sayda həlli var? Sonsuz sayda həlli olması üçün uşaqlar nisbətləri bərabər olmalıdır. 1 bölək B bərabərdir. A mənfi A bölək mənfi 6 deyinir. Mənfilər gedir qalır. A bölək 6. Bu da bərabərdir 6 bölək A-ya. AB bərabərdir 6. Buradan tapanda. A kvadrat da bərabərdir 36. A-ya tapdıq plus minus 6. Yerinə qoysaq belə taparıq plus minus 1. A mənfi 6 olanda B mənfi 1 və ya A 6 olanda B 1. Cavabımız oldu Y variantı. Qəşəng sualdır. 46. M parametrin hansı qiymətində təşkil sistemin həllidir? Şöyle bəyəxlə buna aid bir misal yazmışdıq. Bunu siz yazırsınız. Yerinə qoyub hesablayırsınız. Yerinə qoyanda buradan A-nı tapırsınız. Qayıdıb təzən yerdə A-nın yerinə qoyanda M-i tapırsınız. 47-ci sual. 47-ci sualımız belədir. Bizə verib x plus y bərabər 8-ə. Bizdən soruşur x, y hasilini. X kvadrat üstə y kvadrat bərabər 16 üstə 2x y. Uşaqlar, buradan açanda bunu. Çıx 2x y bərabər 16 üstə 2x y. X y-in yenə 8 qoysaq eləyir 64 çıx 2x y bərabər 16 üstə 2x y. Bunu böyle çevirsək 64 çıx 16 bərabərdir 2x üstə 2x y. 8 bərabər 4x y-ə, x y də bərabərdir 12-yə. Qəşəng sualdır. 12. Cavabımız elədir 12. 8. Kabinetin hansı qiymətində təşkil sistemi son sayda həlli var? Son sayda olması nisbətlər bərabər olmalıdır. Yəni 6 bölək k minus 8 bərabərdir k bölək 8, o da bərabərdir k minus 3 bölək 14. Buradan vursaq eləyir 8k çıx 24 bərabərdir 14k-ya. 8k çıx 14k bərabərdir 24-ə. Mənfi 6k bərabərdir 24-ə. K da bərabərdir mənfi 4-ə. Cavabımız verir mənfi 4.
En parametrin asıl qiymətin təşkil sistemi sonsuz sayda əl var. Eyni qaydadır. Bunu siz yazırsınız. Keçdik 50-ci suala. 50-ci sualımız belədir. Bizə deyilir n çıxaq m bərabər 7 olarsa m kvadrat sözcük n kvadrat bərabər suala 10 sortur. 1 bölük n çıx 1 bölük m bərabərdir mənfi 18-də 7. Bu təşkil sistemindən m vur n hasını tapmalıyıq. Orta məxrəcə gətirsək eləyir m çıx n bərabərdir mənfi 18-də 7. Bizdə nəyə soruşur? M çıxaq m-i verir. Buradan m çıxaq n də bərabərdir mənfi 7-yə. İşarələrini dəyişsək. Yerinə qoysaq mənfi 7 mn bərabərdir mənfi 18-də 7. Deməli mn hasili nəymiş? 18. Tapdıq mı? 18. Gətiririk m kvadrat açırıq. Yəni m plus n-in kvadratı çıx 2mn bərabərdir. Cəmimiz nədir? Bilmirik. Cəmini hardan tapmalıyıq? Buradan. Bax uşaqlar, diqqətlə qulaq asın. M çıxaq n-ə tapışdıq, mənfi 7. Biz bu düsturu bax, diqqətlə qulaq asın. M kvadrat üstə gələk n kvadratını çıxma ilə yazanda belə yazırıq. M çıxaq n-in kvadratı üstə gələk 2mn bərabərdir. Belə bunu açsaq bunu verir. Çıxma yerinə qoysaq elir mənfi 7-nin kvadratı üstə gələk 2 vur 18. Bu da bərabərdir 49. Üstə gələk 36. Bu da bərabərdir 85-ə. Cavabımız elədir 85. Qəşəng sualdır. 51-ci sual. 51-ci sualımız belədir. Bizə verilib açsaq 3-8 üstə gələk 3y çıx y çıx 2 bərabər 0. 6y üstə gələk 12 çıx 3-8 çıx 18 bərabər 0-a. Tənlə sistemi yazsaq. Eləyir 3-8 üstə gələk 2y bərabərdir 2. 6y çıx 3-8 bərabərdir müsbət 6-ya. Bu da bərabərdir. Şolar 3-8 mənfi 3-8 əks haldə toplananda gedir. Qalır 8y bərabər 8-ə, y bərabərdir 1-ə. İrqə 1 tapanda yerinə qoysaq 3-8 üstə gələk 2 bərabərdir 2-yə. X də bərabərdir 0-a. Bizə nə soruşur? X bölək y. Yəni 0 bölək 1 bərabərdir 0. Cavabımız eləyir 0. Eyni məsələdir. Bunu siz yazırsınız. Keçdik 53-cü suala. Deyir ki, motorlu qayığın çayın axını ilə sürəti 20.4 km. 20.4 km/saat. Axına qarşı 15 çayın sürətini hesablayın. Motorlu qayığın çayın axını ilə. Çayın axını ilə uşaqlar. V çay üstə gələk V motor. Axına deyəndə toplayırıq. Eləyir 20.4. V çay V motordan, yəni V motordan V çayı çıxanda qarşı tərəfə, axına qarşı gedəndə də eləyir 15.6. Biz bunları toplasaq, çaylar getdi, qaldı 2V motor bərabərdir eləyir 36. V motor da V motorlu qayıq da bərabərdir 18-ə. Bizə nə soruşur? Çayın sürətini soruşur. Çayın sürətini tapmaq üçün V çay da üstə gələk 18 bərabərdir 20.4. V çay da bərabərdir 2.4-ə. Cavabımız eləyir 2.4. Qəşəng sualdır. Keçdik 54-cü suala. 54 bərabərdir. Eləyir 4x çıx 3y bərabərdir 6-ya. 3x üstə gələk 2y bərabərdir 13-ə.
Bunu 2'yə vursaq, bunu 3'ə vursaq, eləyir 8x. Bizə verir 8x çıxaq 6y bərabərdir 12'yə. Bunu da 3'ə vursaq, 9x çıx üstə gələk 6y bərabərdir 13, 30, 9'a. Toplasaq 6y'lər getdi, qaldı 17. X bərabərdir 51'ə, x bərabərdir 3'ə. X-ə 3 tapsaq eləyir 12 çıx 3y bərabərdir 6'ya, y bərabərdir 2'yə. Bizdən soruşur x kvadrat çıxaq y kvadratı. Bu da bərabərdir 3'ün kvadratı çıxaq 2'nin kvadratı. Bu da bərabərdir 9 çıx 4, bu da bərabərdir 5'ə. Cavabımız oldu 5. Əlli 5-ci sual. 2x üstə gələk 5y bərabərdir 25'ə. 4x üstə gələk 3y bərabərdir 15'ə. Bunu mənfi 2'yə vursaq eləyir mənfi 4x çıx 10y bərabərdir mənfi 50'yə. 4x 3y bərabərdir 15'ə. Toplasaq eləyir mənfi 7y bərabərdir mənfi 35, y bərabərdir 5'ə. Y-ə 5 tapdıq. Yerinə qoysaq 4x üstə gələk 15 bərabərdir 15'ə, x bərabərdir 0'a. Bizdən soruşur cəmini. 0 üstə gələk 5 bərabərdir 5. 56. Bizdən a kvadrat çıxaq b kvadratı bərabərdir 13 verir. A və b natural ədədlərin hansını soruşur. Uşaqlar, bunu bloklara açanda a çıxaq b, a üstə gələk b bərabərdir 13. 13 nədir? Qarşı sadə ədəddir. Sadə ədədində belə yazırıq da. Üstə gələk b bərabərdir 1 vur 13 kimi. Bizdən natural dediyinə görə çıxması 1, fərqi 1, cəmi 13 eləməlidir. Natural dediyinə görə. Bunu toplanda 2a bərabərdir 14'ə, a bərabərdir 7'yə. B də bərabərdir 6'ya. 7, 6. Bizə nə soruşur? Hasını. 7'də 6 deyirik 42. Eyni məsələdir 57-ci sual. Bunu siz yazırsınız. 58-ci sual. Bizdən veriblər 3x çıxaq 2y bərabərdir 8. 2x üstə gələk 3y bərabərdir 1. Bizdən soruşur x kvadratı üstə gələk y kvadratı. Suala. Buradan hesablasaq, yenə eyni qayda ilə 2'yi 3'ə vursaq, eləyir 6x çıx 4y bərabərdir 16'ya. 6x üstə gələk 9y bərabərdir 3'ə. 6-6'a çıxsaq eləyir mənfi 13y bərabərdir müsbət 13'ə, y bərabərdir 1'ə. Y 1 tapanda 6x çıx mənfi 1 özə. Üstə gələk 4 bərabərdir 16, 6x bərabərdir 12'yə, x bərabərdir 2'yə. Bizdən yeni qoyanda hesablandı eləyir 2'nin kvadratı üstə gələk mənfi 1'in kvadratı. 4 üstə gələk 1 bərabərdir 5'ə. Cavabımız eləyir 5. Eyni tip məsələdir. Bunu siz yazırsınız. 60. Bizdən x y hasını soruşur deyən 2x üstə gələk y bərabər 4. 4x kvadrat üstə gələk y kvadrat bərabərdir 14'ə. Şöyle ilk olaraq bunu parçalayırıq. Necə? 2x plus y-in mörtəzə kvadrat deməkdir. Bundan çıxırıq birinci ilə ikincinin hansının ikincisinə. Yəni 4 2y bərabər nəyə? 14'ə. Nə veriblər? 4. 4'ün kvadratı çıx 4xy bərabərdir 14. 16 çıx 4xy bərabərdir 14'ə. 4xy bərabərdir 2'yə. xy bərabərdir 4'də 2. Bu deyir 0,5. Cavab 0,5.
61-ci sual. Eyni məsələdir. Siz yazırsınız. 62-ci sual. Burada bir dənə misal yazmış. Yenə yazar. AB-miz olur 3 çarpaz vuranda. A üstəgələ B-miz 4. Bizdən soruşur A kvadrat üstəgələ B kvadrat. Bu da bərabərdir. Yenə açırıq. Çıxır 2AB. Düsturlar, müxtəsər olma düsturları. 4-ün kvadratı çıx 2 vur 3. 16 çıx 6 bərabərdir 10-a. Cavabımız elədir 10. Eyni məsələdir. Siz yazırsınız. 64-cü sual. Uşaqlar, bax 3, 7, 4, 6 toplamda nə eləyir? 10. X plus y ortaq vur çıxardan nə eləyir? 30. Buradan x plus y tapırıq 3-ə. Cavab elə 3. 65. Buradan 9x kvadrat çıx 4y kvadratı bərabərdir 14-ə. 1,5x çıx y bərabərdir 1-ə. Uşaqlar, buradan bir ifadəni vuruqlara ayırsaq bizə verir 3,8 çıx 2y 3,8 üstə gələk 2y bərabər neçə? 14. Bunu da hər tərəfi 2-yə vursaq eləyir 3,8 çıxaq 2y bərabərdir 2-yə. Bizə nə soruşur? Toplaması. Yəni bunu. Bu nəyə bərabərdir? 2-yə. Yerinə qoysaq 2 vur 3,8 üstə gələk 2y bərabərdir 14-ə. 3,8 üstə gələk 2y bərabər nəyə? 7-yə. Elə bizdən bunu soruşur. 7. Eyni tip məsələdir. 66-nı siz yazırsınız. Keçdik 67-ci suala. Deyək ki, A və B natural ədəddir. Yəni yenə daxildir. A çıxaq B, A üstə gələk B bərabərdir 23. 23 sayda olduğunu bunu yazırıq 1 vur 23 kimi. Yəni fərqi 1-ə, cəmi 23-ə bərabərdir. 2A eləyir 24, A bərabərdir 12, B bərabərdir nəyə? 11-ə. Bizdə nə soruşur? A, B, C. Bu da eləyir. A vur B bərabərdir 12 vur 11. Bu da bərabərdir 132. Bizdən soruşur 68. Y bərabərdir 2x üstə gələk 5. Y bərabərdir 4x çıxaq 1. Düz xətlərinin kəsmə nöqtəsinin koordinatlar cəmini tapın. Koordinatlar cəmini tapanda uşaq ilk olaraq bunun ikisini tapmaq üçün bir-birinə bərabər götürürük. 2x üstə gələk 5 bərabərdir 4x çıxaq 1. Buradan ikisi tapırıq ki 2x bərabərdir 6-ya, x də bərabərdir 3-ə. X tapdıq 3. Yerinə qoysaq 4 vur 3 çıx 1. Elədi 11. Koordinatımız nə oldu? 3, 11. Bunun cəmini soruşur. 3 üstə gələk 11 bərabərdir 14. Cavabımız elədi 14. Keçdik 69-cu sual. Bizdən x kvadrat y kvadrat fərqini tapın deyir. İlk olaraq bunu alt-alta toplasaq eləyir 3x bərabərdir 21, x bərabərdir 7-yə. Y-də nə olur? 1. Yerinə qoyanda 7-nin kvadrat çıxaq 1, 1-in kvadrat. Bu deyir 49 çıxaq 1 elədi 48. 70-ci sual. Bizə deyir ki 260 metrin uzunluqlu boru 2 hissəyə bölündü. Birinci hissənin uzunluğunun 24%, ikincinin 54%-nə bərabər olarsa, birinci hissənin uzunluğu. Bax, bura x-dir, bura y bölünür. Birinci hissənin 24%, 0,24x bərabərdir. İkincinin 54%-ə, y-ə. Böyük hissənin uzunluğunu tapın. Yəni bilmir hansıdır. X üstə gələk y-dən içəridə 260 metr. Buradan tapırıq ki, hər tərəf 100-ə vursaq 24x bərabərdir 54 y-ə. 2-yə xəsar getsə qalır 12 x bərabərdir 27 y-ə. 3-ə xəsar getsə 4x bərabərdir 9 y-ə. Nədir? X plus y-dən içəridir 260-a.
Burada yəni uşaqlar x-ə 9k desək, y-ə də 4k desək və bunları toplasaq 13k bərabərdir 260-a, k bərabərdir 20-yə. Yəni biri 180-dır, biri də 80-dır. 180, 80. Ən böyük uzunluğu soruşur, edir 180. 71. X, Y asini soruşur deyinəm. Bizdən soruşur 71. Yəni 2x üstə girək 3y bərabər 8. 4x çıx 5y bərabər -6-ya. Birinci tərəf 2-yə vursaq, eləyir 4x üstə girək 6y bərabərdir 16. 4x çıx 5y bərabərdir -6-ya. Hər tərəfdən çıxsaq, eləyir 11y bərabərdir 22-yə. Y bərabərdir 2-yə. Y-i 2 tapdıq. Yerinə qoysaq, 2x üstə girək 3 vur 2 bərabərdir 8. 2x bərabərdir 8 çıx 6. X bərabərdir 2x bərabərdir 2-yə. X bərabərdir 1-ə. 1, 2 hasil eləyir. 1 vur 2 bərabərdir 2. X plus y cəmini soruşur. 4x üstə girək 3y bərabərdir 15-ə. 3x üstə girək 5y bərabərdir 3-ə. Bunu 3-ə, bunu da 4-ə vursaq, eləyir 12x üstə girək 9y bərabərdir 45. 12x üstə girək 20y bərabərdir 12-yə. Hər tərəfdən çıxsaq, eləyir 11y bərabərdir -11y bərabərdir 33-ə. Y də bərabərdir -3-ə. Y-imiz -3-dür. Yerinə qoysaq 4x çıx 9 bərabərdir 15-ə. 4x bərabərdir 24, x bərabərdir 6. 6 çıx 3 bərabər edir 3. Eyni tip məsələdir. Siz yazırsınız. 75. Toplama oldu. Eyni işarə olduğunu alt-alta çıxanda bizə verir -2x çıx -4 x bərabərdir 2-yə. Yerinə qoysaq 6 üstə girək y bərabərdir 7-yə. Y bərabərdir 1-ə. Yəni 2 böl 1 bərabərdir 2. Yetmiş 6-cı sual. 76-cı sual belədir. 5x çıxaq 7y bərabərdir 8. 2x üstə girək y bərabərdir 7-yə. İlk olaraq bunu 7-yə vursaq, bizə verir 5x çıx 7y bərabərdir 8. 14x üstə girək 7y bərabərdir 49-a. Alt-alta toplasaq mənfi müsbəti getdi. Qalır 19x bərabərdir 57-yə. X bərabərdir 3-ə. X-imiz 3-dür. Yerinə qoyanda 15 çıx 7y bərabərdir 8-ə. Y bərabərdir nəyə? 1-ə. Bizdən hasilini soruşur deyinə. 3 vur 1 bərabərdir 3. Bizə nə soruşur? 77-ci sual. Bizə verirlər x kvadrat çıxaq xy bərabər 0-a. X çıxaq y bərabərdir 2-yə. Y kvadratı çıxaq x kvadratını soruşur. İlk olaraq buradan x ortaq vur çıxacaq. Qalır x çıxaq y bərabərdir 0-a. Bunu da yeni dəyişsək, x-i çıxartsaq, eləyənidir. X-i tapırıq 0. Yeni 2 qoysaq, eləyir x 0. X 0 ise y bərabər nəyə? -2-yə. Yeni qoyunda -2-nin kvadratı çıx 0-ın kvadratı. 4 çıx 0 bərabərdir 4-ə. Yetmiş 8-ci sual. Bizə veriblər. Buradan x ortaq vur çıxardan qalır x çıxaq y.
Yox, 3y. Gəlin bunu belə yazmayaq. Birinci verilənləri yazaq. 78-ci sual. Yəni x kvadratı çıx 3xy üstəcə 2y kvadratı bərabər 4-ə. X çıxaq 2y bərabərdir 1-ə. Qəşəng. Buradan bunu vuruqlara ayırsaq nə deməkdir? Yəni x çıxaq 2y x minus y deməkdir də bu. Bərabər nəyə? 4-ə. Bizə bunu 1 verərsən. Yəni x çıxaq 2y-də 1-dir. Bunu parçaladı uşaqlar. Bunu yazdıq xy, yəni xy çıxaq 2xy kimi. Buradan x ortaq çıxartdı. Qaldı x çıxaq y. Buradan 2y çıxartdı. x çıxaq y yenə qaldı. Bunu alanda yerinə qoydaq. Tapırıq ki x çıxaq y bərabərdir 4-ə. Buradan da x minus 2y bərabərdir 1-ə kimi verilər. Bunu alt-alta çıxanda bizə qalır y bərabərdir 3-ə. Y 3-dürsə x bərabərdir nəyə? 7-yə. Bizdən hasilini soruşur deyənə 3 vur 7 bərabərdir 21. 79-cu sual. Eyni tip məsələdir. Bunu siz yazırsınız. Keçdik 80-cı suala. 80-cı sualımız belədir. Buradan x-i ortaq vuruq çıxarsaq qalır 3x üstəgərək y bərabərdir 7,5-ə. 6x üstəgərək 2y bərabərdir 1-ə. Buradan hər tərəf 2-yə bölsək 2x üstəgərək y bərabərdir 0,5-ə. Yuxarıdakını təzədən yazsaq 7,5. Sistemi alsaq. Bax 2-yə bölsə 3 eləyirik 3. Eyni d-nə yerinə qoysa x vur 0,5 bərabərdir 7,5. X də bərabərdir 10-u vursaq 5, 15. X-imiz nədir? 15. X-imiz 15-dir. Yerinə qoysaq eləyir 90 üstəgərək 2y bərabərdir 1-ə. 2y bərabərdir 89. Yəni mənfi 89. Y də bərabərdir. Neçə düşür? 44,5. X-imiz nədir? 15. Y-imiz nədir? Mənfi. Eləyir üstəgərək 44,5. Bu da bizə verir 59,5. Keçdik 81-ci suala. 81-ci sualımız bizə belə verir. X çıxaq y fərqini tapın. Eyni qaydadır uşaqlar. Bayaqki misaldan oxşardır. Eynidir. Bunu siz yazırsınız. 82-ci sual. 3x çıxaq 2y bərabərdir 8. 2x üstəgərək 3y bərabərdir 1-ə. Bizdən soruşur x kvadrat üstəgərək y kvadrat bərabər suala. Eyni qaydanı yenə 2-yə 3-ə. 6x çıx 4y bərabər 16. 6x üstəgərək 9y bərabərdir 3-ə. Alt-alta çıxanda eləyir mənfi 13y bərabərdir 13-ə. Y bərabərdir mənfi 1-ə. Yenə qoysaq 2x çıx 3 bərabərdir 1. 2x bərabərdir 4-ə. X bərabərdir 2-yə. Yəni 2-nin kvadratı üstəgərək mənfi 1-in kvadratı. Bu da bərabərdir 4 üstəgərək 1 bərabərdir 5. Cavabımız elədir 5. 83-cü sual. Bizdən soruşur x-i. Yəni alt-alta çıxsaq eləyir 8y bərabərdir 8-ə. Y bərabərdir 1-ə. Y-in yenə 1 qoysaq üstəgərək 5 bərabərdir 7. X bərabərdir 2. Cavab elədir 2. 84-cü. Təmsil sistemi son sayda həlli olarsa.
Deməli A bölək 6 M bölək 12 bərabər 8 bölək B-yə. Bizdən soruşur A üstəgələk M bərabər 9 şərti ödənərsə AB M parametrlərin qiymətini tapın. Yəni 12A bərabərdir 6M-ə. Yəni 2A bərabərdir M-ə. Buradan nisbətdən tapsaq. Yerinə qoysaq M-i yerinə eləyir 3A bərabərdir 9-a. A bərabərdir 3-ə. A 3 olanda M olur 6. B-ni də yerinə qoysaq eləyir MB bərabərdir 96-ya. M-imiz nə idi? 6. B bərabər 96. B də bərabərdir neçə? 16. A, B, M-i soruşduğuna görə ardıcıl yazanda 3, 16 və 6. Cavabımız eləyir 3, 16, 6. Eyni qayda 85-ci sual siz yazırsınız. 86-cı sual. Bizə deyir ki, cədvəldə ingilis dili kursunun ümumi birliklər və ELTS qruplardan iştirak edən qız və oğlanların sayı göstərilmişdir. ELTS qrupundakı qızların sayı ümumi birliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? İlk olaraq uşaqlar, ELTS-də nə qədər qız var? ELTS qrupundakı qızların sayı ELTS qrupundakı qızların sayı 2. Qızların sayı ümumi birliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? X bölü 3'e girik. İlk olaraq bizdən soruşur bunu. Bu necə tapmalıyıq? İlk olaraq bu təhlil sistemindən tapmalıyıq ki 3'e girik üstə girik 6x bərabər 90. Y üstə girik x bərabər 20. İlk olaraq biz buradan sayını tapmalıyıq. Yəni bunların cəmi 20 verib, bunların cəmi 90 verib. Buradan y bərabər 20 çıxaq x kimi yazsaq, yerinə qoysaq 60 çıx 3x x bərabər 90-a. 60 üstə girik 3x bərabər 90-a. 3x bərabər 30, x bərabər 10. Yerinə qoysaq bu da 10. Eləyir 10 bölək 3 vur 10. Onlar getdi, qaldı 3'də 1. Cavabımız eləyir 3'də 1. 87-ci sual. 87-ci sual deyək, su ilə dolu stəkanın kütləsi 200 qram. Yarısına qədər dolu stəkanın kütləsi isə 145 qramdır. Boş stəkanın kütləsi neçə qramdır? İlk olaraq biz nə hesablamalıyıq? Su ilə dolu. Tutaq ki, boş stəkanın qabı adı, öz suyun miqdarı B-dir. Boş qabı, su. Yəni A üstə girik B-nin cəmi su ilə dolu 240 qramdır. Yarısına qədər dolu stəkanın. Yəni boş stəkanın şeyi dəyişmir, suyun dəyişir də. B bölək 2. Suyu yarıya böldük. Bərabər neçə? 145 qram. Bizdən deyir ki, boş stəkanın kütləsi neçə qramdır? Yəni bizdən A-nı soruşur. A bərabərdir suala. İlk olaraq buradan hər tərəfi 2-yə, birincini olduğu kimi saxlasaq, ikincisinin tərəfdən hər tərəfini 2-yə vursaq, eləyir 290. Və birincidən ikincini çıxsaq, eləyir A bərabərdir 50-yə. Demək cavabımız nədir? 50. Bax, eyni məsələdir. Bunu da siz yazırsınız. Keçdik 89. Rüstəmlə Fəridin birlikdə 150 manat pulu var. Rüstəm üstəgəl Fərid bərabərdir 150. Rüstəm pulunun yarısını Fəridə versə, el bölək 2. Fəridə versə, Fərid də pul Rüstəmin pulundan 2 dəfə çox olar.
Üstəgələ Fərid. Fərdin pulu artdı. Fərddə pul Rüstəmin pulundan 2 dəfə çox olar. Bərabərdir 2 erə. Rüstəmin pulundan 2 dəfə çox olar. Buradan hər tərəfi 2-yə vursaq, eləyir er üstəgələk 2f bərabərdir 4 erə. 2f bərabərdir 3 erə. 3 erə. Yəni, uşaqlar, fərdə 3k desək, üstəmə 2k desək, toplasaq edir 5k bərabərdir 150-yə, k bərabərdir 30-a. Fərdinki edir 90, üstəmki edir 60. Rüstəmin pulu nə qədərdir? Rüstəm 60. Tapdıq 30. Şolar, məsələnin şərtinin cavabı 30 gəlmir. Deməli, məsələnin şərtini səhv oxumuşuq. Bunu silsək. Bax, məsələnin bu hissəsini səhv qurmuşuq. Deyək ki, Rüstəm pulun yarısını Fərdə versə. Yəni, er bölək 2 üstəgələ f. Yəni, Fərdin pulu artdı. Və Fərddə pul Rüstəmin pulundan 2 dəfə çox oldu. Fərddə Rüstəmin pulundan 2 dəfə çox oldu. Rüstəm nə qədər pul qalmışdı? Er bölək 2. Nə qədər çoxdur? 2 dəfə. Vururuq 2-yə. Buradan tapırıq. 2 er. Hər tərəf 2-yə vurduq. Elədi. Buradan yox. Er üstəgələk 2f bərabərdir erə. Yəni, hər tərəfdə 2-yə vurduq. Yenə elədi 2 er. Buradan 2f bərabərdir erə. Rüstəmin pulu. Yerinə qoysaq eləyir 3 Fərid bərabərdir 150-yə, f bərabərdir nəyə? 50-yə. Bizdən f bərabərdir 50. Bizdən Rüstəmin pulunu soruşduğuna görə burada belə 2 vur 50 bərabərdir 100-ə. Cavabımız eləyir 100. Doxsanıncı sual. Deyir, ana və qızın yaşları cəmi 62. Ana üstəgələ qız bərabərdir 62. Ananın 4 il əvvəlki yaşı. Ana 4 il əvvəl deyirsə, anadan yəni 4 il yaşı əzalır da uşaqlar. Çıx 4. Qızın 6 il sonraki yaşından 3 dəfə çox olarsa, qızının 6 il sonraki yaşından 3 dəfə. Qız üstəgələ qaldı. 6 il sonra deyəcək, yəni 6 il əvvəl artırdı, 6 yaş artır. Vuraq 3. Buradan A çıxaq 4 bərabərdir. 3 qız üstəgələ 18. Buradan A çıxaq 3 qız bərabərdir 22-yə. A üstəgələ qız bərabərdir 62-yə. Buradan çıxsaq qalır 4 mənfi 4 qız bərabərdir mənfi 40-a. Qız da bərabərdir 10-a. Ana da bərabərdir 62 verdiyinə görə 62 çıx 10 bərabərdir 52. Bizə nə soruşur? Ananın indiki yaşını tapın. Eləyir 52. Tapdıq da buradan. 91. Şirkətin mühafizəsi işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saatı gecə vaxtı növbədə dayanır. Namiq hər saatda 30 manat, Qurban isə hər saatda 45 manat qazanır. Bu iki işçi bir sutka ərzində ümumilikdə 14 saat növbədə qaldıqlarına görə cəmi 510 manat əldə edirlər. Namiq gün ərzində neçə saat növbədə dayanır?
İlk olaraq uşaqlar, neçə adı bilmirik. Tutaq ki, Namiq və Qurban. Namiq X saat işləyir, Qurban Y saat işləyir. Namiq hər saatı 30 manat. Yəni 30 vur X üstə gələk 45 manat vur Y bərabər neçə? 510 manat. Bu X plus Y-də neçə saatı? 14 saat. Bunlar saatlardır. Bunlar da hər saata qazandığı puldur. Bunun sistem tənəyə yazanda buradan X bərabərdir 14 çıx Y. Yerinə qoysaq 30 vur 14 minus Y üstə gələk 45 Y bərabərdir 510-a. Eləyir 50 42 də 420 çıx 30 Y üstə gələk 45 Y bərabərdir 510-a. Buradan 420 üstə gələk 15 Y bərabərdir 510-a. 15 Y bərabərdir 90-a. Y bərabərdir 6-ya. Y alt tapana X bərabərdir 8. Namiq gün ərzində neçə saat növbədə dayanır? Bizə Namiq nə idi? X. Eləyir 8 saat. Keçdik 92-yə. 92 sualımız belədir. Bizə deyək ki, mağazada kostyumla ayaqqabının birlikdə qiyməti 720 manatdır. Tutaq ki, kostyuma X desək, ayaqqabıya Y desək. X plus Y-in 720 manatdır. Kostyuma əvvəlki satış qiymətinin 5də 1 qədər. Əvvəlki satışın 5də 1 X qədər. Ayaqqabıya isə əvvəlki satış qiymətinin 30% qədər endirim edilir. 30% endirim demək 70% deməkdir. Yəni üstə gələk 10-da 7 Y. Onların birlikdə satış qiyməti 564 manat. Endirimdən əvvəl kostyumun qiyməti nə qədərdir? Yəni bizdən soruşur X-i. X bərabərdir suala. Hər tərəfi buradan 10-a vursaq, eləyir 2x üstə gələk 7y bərabərdir 5640-a. X plus Y bərabərdir 720-yə. Əvəz etməklə yazsaq, bunu 2-yə vursaq, eləyir 2x üstə gələk 7y bərabərdir 5640. 2-yə vursaq, eləyir 2x üstə gələk 2y bərabərdir 1440-a. Hər tərəfdən çıxsaq, qalır 5y bərabərdir 4200-ə. Y də bərabərdir 42 eləyir 840 manat. Yox, 42-ni düzmü çıxdıq. $720 düzdür. 5də 1 qədər. Əvvəlki satışın qiymətinin 5də 1 qədər. Ayaqqabıya əvvəlki satış qiymətinin 30% qədər endirim etdikdən sonra onların birlikdə qiyməti bax burada səhv eləmiş. 5də 1 qədər. 5də 1 qədər endirim versə geridə nə qalır? 5də 4-dür. Bu 5də 4x. 2-yə vuranda eləyir 8x. Bunu 2'ye vurmuş. Buradan burası səhv. Buradan x bərabərdir 720 çıx y. Hesablayanda 8 vur 720 çıx y. Üstə gələk 7y bərabərdir 5640-a.
Bunu da vuranda eləyir 84 6 87 56 576 0 altıdan eləyir 8 y üstə girək 7 y bərabərdir 5640. Bunu hesablarında eləyir 5760 çıx y bərabərdir 5640-a. Y də bərabərdir 5760 çıx 5640. Y tapdıq. Eləyir 120 manat. Bizə nə soruşur? X-i. X-i tapanda buradan. X üstə girək 120 bərabərdir 720-yə. X də bərabərdir 600 manat. X-imiz nədir? 600. Deyir, həyatda dovşanlar və toyuqlar var. Onların birlikdə 49 baş və 182 ayağı olarsa, həyatda neçə dovşan var? Məsələn, təşkillər sistemi qurmaqla həll edin. İlk olaraq yazaq dovşan, toyuq. Həyatında nədir? Baş sayları, baş, ayaq. Baş sayı bir dənə. Hərəsində bir dənə baş. Ayaq sayında bunda 4 dənə, bunda 2 dənə. Həyatda dovşanlar və toyuqlar var. Onların birlikdə 49 başı. Yəni buna x desək, buna y desək, dovşan olaraq. Eləyir x üstə girək y bərabər 49-a. 4x üstə girək 2y bərabər 182 ayağa. Bunu hesablasaq. Bizə nə soruşur? Həyatda neçə dovşan var? Yəni x-i soruşur. X bərabərdir suala. X soruşur deyinə bunu 2-yə vursaq. Eləyir 2x üstə girək 2y bərabər 98-ə. 4x üstə girək 2y bərabər 182-yə. İkincidən birincini çıxsaq, qalır 2x bərabərdir 182 çıx 98. 2x bərabərdir 84-ə. X də bərabərdir 42-yə. Cavabımız elədir 42. Keçdik 94-cü suala. 94-cü sual deyir, çəmənlikdə olanlar atları otarır. Onlardan birlikdə 24 başı və 74 ayağı olarsa, çəmənlikdə neçə oğlan var? Oğlan, at. Buna x desək, buna y desək. Baş sayı, ayaq sayı. Bir baş, bir baş. 2 ayaq, 4 ayaq. X plus y'imiz 24. 2x üstə gələk. 4y bərabər 74. Cəmiyyətdə neçə oğlan var? Yəni x-i soruşur yenə. Yenə x soruşuna görə bunu 4-ə vursaq. 4x üstə gələk 4y bərabər 96-ya. 2x üstə gələk 4y bərabər 74-ə. Hər tərəfdən çıxsaq qalır 2x bərabərdir 22-yə. X bərabərdir 11-ə. 95. 2 şagird birlikdə 1400 marka topladı. Bunlardan birini topladığı markanın 40%, digərini topladığı markanın 25%-dən 170 marka artıqdır. Tutaq ki, biri x şagird, 2 şagird. Birinə x desək, birinə y desək. X plus y topladığı 1400. Bunlardan birini topladığı markanın 40%, yəni 0,4x, digər markanın 25%-dən 170 marka artıqdır. Yəni 0,25 y üstə gələk 170. Hər tərəfi 4-ə vur, 100-ə vursaq, eləyir 42 bərabərdir 25 y üstə gələk 1700. 17 min eləyir, 100-ə vursaq. Bu bizə verdi
5'e qısa getsə eləyir 8x 5y 5'e qısa getsə eləyir 34 3400. Və burada bizdən nə soruşur? Hər şagird neçə marka topladı? Ayrı-ayrı soruşur. Ayrı-ayrı soruşduğuna görə uşaqlar, ilk olaraq buradan əvəz etmədən x plus y bərabərdir 1400 yazsaq və bunu tənliklər həll eləsək. X bərabərdir 1400 y tapaq. Y bərabərdir 1400 çıx x-ə. Yerinə qoysaq 8x bərabərdir 5 vur 1400 çıx 2 üstə girək 3400. 8x bərabərdir eləyir 7000 çıx 5x üstə girək 3400'ə. 13x bərabərdir 104 düzümü topladıq və 10400'ə. X də bərabərdir 104'ü 13'ə böləndə düşür 8, damladan 800. Cəmi nə qədərdir? Y də buradan tapanda eləyir 600. Cavabımız eləyir 800 600. Eləyir 600 800. Fərqi yerdaş olar. 2 mətbəq bir işdə bax eyni sualdır. Bunu siz yazırsınız. 97-ci sual. Deyirlər ki, riyaziyyat fənni üzrə imtahanda hər sualın doğru cavabı 8 bala qiymətləndirilir. Hər yanlış cavaba görə 2 bal çıxılır. 22 suala cavab vermiş şagird 136 bal toplayarsa, doğru cavabların sayını tapın. 22 suala cavab vermiş. Tutaq ki, doğru, yanlış. Doğru x isə, yanlış y isə. Cəmi neçə sual var? 22 sual. 8 doğru. Bax, hər yanlışa görə 2 bal çıxılır. 8'i doğruya vursaq. Səkkiz ikiz yanlış çıxılır deyənə, 2 bal çıxılır deyənə yazırıq. Çıxaq 2y bərabərdir 136'ya. Və bunu sistemə alsaq. Birinci dəfə 2'yə vursaq, eləyir 2x üstə gələk 2y bərabərdir 44. 8x çıx 2y bərabərdir 136'ya. Bunu da həll eləsək. Daltada toplasaq, bunlar getdi. Qaldı 12x bərabərdir 180'a. X bərabərdir 18'ə. Elə bizdən doğru cavablar soruşduğuna görə x-i eləyir 18. Eyni sualdır. Bunu siz yazırsınız. 99. Bizə verir. Dayanacaqda 2 təkərli velosipedlər, 3 təkərli motosikletlər var. Dayanacaqdakı bütün nəqliyyat vasitələrinin sayı 12. 2 təkərləkli, 3 təkərləkli. Buna x desək, buna y desək. Dayanacaqda 2 təkərləkli velosipedlər, ümumi dayanacaqların sayı nə qədər eləyir? Bütün nəqliyyatlar 12 dənədir. Təkərlərin sayısı 29'dur. Yəni 2x üstə girək 3y bərabərdir 29'a. Dayanacaqda olan velosiped və motosikletlərin sayını tapın. Yəni x-dən y soruşur. Bunu 2'yə vursaq, eləyir 2x üstə girək 2y bərabərdir 24. 2x üstə girək 3y bərabərdir 29. İkincidən birincini çıxsaq, bundan bunu çıxsaq tərsinə, eləyir y bərabərdir 5'ə. Və yerinə qoysaq, x üstə girək 5 bərabərdir 12, x də bərabərdir 7'yə. Deməli nəymiş? 7, 5. 100. Bütün sıralarda bərabər sayıda oturacaq olan teatr zalı 160 tamaşaçı tutumuna malikdir. Bütün sıralarda bərabər sayıda oturacaq olan tamaşaçı tutumunun artırılması məqsədilə sıraların sayını 1 vahid.
Sıralardaki yerlerin sayını ise 2 byte artırdılar. Şöyle bak, x beraber sırada oturacaq olan teatr salı. Tutaq ki sıra nəfər y, x vur y bərabər 160. Tamaşaçı tutumunun artırılması məqsədi sıraların sayını 1 byte. Sıradakı yerlərin sayını ise 2 byte artırdılar. Yani x plus 1 y plus 2 artırdılar. Bu zaman yerlərin ümumi sayı 38 byte arttı. 160 idi. 38 byte arttı. Oldu 198. Geçişləndirmədən əvvəl zalda neçə sıra var idi? Yəni ikisi soruşur. Buradan yazsaq x, y üstəgələk 2x üstəgələk y üstəgələk 2 bərabər 198. X, y 160 yazsaq eləyir 2x üstəgələk y üstəgələk 2 bərabərdir. Eləyir 38. 2x üstəgələk y bərabərdir 36-ya. Buradan x, y bərabərdir 160-a. Bizdən x'i soruşduğuna görə y x-dən əvəz eləsək, eləyir 36 minus 2x. Yerinə qoysaq, eləyir 36x çıx 2x kvadratdır, bərabərdir 160-a. 2x kvadratı çıx 36x, hər tərəfi mənfi və vurduq. Eləyir, bu üzə çıxanda eləyir üstəcək 160 bərabər 0. 2-yə bölsək eləyir 18x üstəcək 80 bərabər 0. Hasili 80 cəmi 18 edən ədəd. Yarıncı qırmatla hesablasaq eləyir 1. 81 çıx 80 bərabərdir 1-ə. x1 bərabərdir 9 üstəgələk 1 bərabərdir 10. x2 bərabərdir 9 vur 9 çıx 1 bərabərdir 8. 18. 1-i 10, 1-i 8. Tapdıq 8 və 10. Cavabımız nə olur? 8 və ya 10. Bizdən x soruşduğuna görə. Cavabımız oldu 8 və ya 10. 101. Deyək şirkətin mühafizəçi işçilərindən Elnur müəyyən saat gündüz vaxtı, Nazim isə müəyyən saat gecə vaxtı növbədə dayanır. Elnur hər saat 25 manat. Şöyle buna ait bir sual işləmişik. Bunu siz yazırsınız. Yuxarıda. Keçdik 102-ci sual. Əvvəlcə mağazada kostyum ayaqqabının birlikdə qiyməti 640 manat idi. Sonra həmin kostyum. Buna ait işləmişik. 2 dənə məsələ verir. Siz yazırsınız. 103. Tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, bütün imtahanlarda yığdığı orta bal 50. Son imtahanda 74 bal yığarsa, orta bal 56 olar. Tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir? Deyək uşaqlar, bax 103-cü sual. Bizə deyək, tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, bütün imtahanlardan yığdığı orta bal 50.
Tutaq ki, hər hansı bir n dənə imtahana girib. Sayı. Bir dənəsinə n dənə imtahana gedib. Bunun orta balı bizə verir. N dənə imtahanın orta balı adı. N dənə ümumi orta balı adı. Sonuncu imtahanda 50 bal yığarsa, yəni A-nın üstünə 50 gəlirik. Ümumi o cəmi A bal yığıb. Say nə qədərdir? N plus 1. Nə qədər oldu? Bütün imtahanda yığdığı orta bal edir 50. Sonra bizə deyir ki, son imtahanda 74 bal yığarsa, yəni A üstə gələk 74 olarsa, yenə N plus 1 olur. Ortalama bal edir 56. Ümumilikdə neçə imtahanda iştirak etmiş sorulur. Bizdən N sorulur da, yeni tam. N tapanda da tapırıq ki, A üstə gələk 50 bərabərdir 50 N plus 50. A üstə gələk 74 bərabərdir 56 N üstə gələk 56. Bunları alt-alta çıxsaq, yəni ikincidən birincini çıxsaq, alar gedir, qalır 24 bərabərdir 6N üstə gələk 6-ya. 6N bərabərdir 18-ə, N də bərabərdir 3-ə. Tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir? 103. Uşaqlar, N-i tapdıq 3. Son imtahandan əvvəl 3 dənə imtahana girir. Sonucunu da saysaq 4 dənə imtahana girir. 4 dənə imtahana girib ümumi. 104. A parametrin hansı qiymətində tənqid sistemi son sayda həll olar? Nisbətləri bərabər götürür uşaqlar. 104. A üstə gələk 1 böl A. 8 bölək A üstə gələk 3. 4A 3A minus 1. Vursaq edir 8A. A kvadratı üstə gələk 3A üstə gələk A üstə gələk 3. Çarpaz vurduq. A kvadratı çıx 4A. 3 bərabər 0. Edir A 3. A bərabərdir 1. Yerinə qoyaq hesablayaq. Gör hansında nisbət ödəyir. A 3 qoysaq birinci eləyir 3-də 4 bərabərdir 6-da 8 bərabərdir 12-də 8. Bu 4-ə 2-yə xısa gedəndə qalır 3-də 4. 3-də 4 bərabərdir 3-də 4. 4-ə xısa gedir, qalır 2-də 3. Bərabər ödəmədi, yəni 3 götürmürük. 3 ödəmədi. Demək yerdə qaldı nə? 1. 105. Aldığımız nisbəti apardı, yerinə qoyuruq. Təzə hesablayırıq. 50 yoxdur. Tənqid sistemin həlli o zaman olmur ki, yəni birinci ilə x-lərin əmsalı ilə y-lərin əmsalı bərabər, c-lərin əmsalı isə fərqli olsun. Bu bizə verir a kvadrat çıxaq 1 bərabərdir 3-ə. A kvadrat bərabər 4. A bərabərdir plus minus 2. Plus minus 2-ni qoyanda bizə verir 3-də 3. 1 bölək 1. 2 bölək 2. Hesablayanda bu bizə verir 1 bərabərdir 1. O da fərqidir 1. Ödəmədi. 3 də bərabər oldu. Bu deyil. Mənfi 2 verəndə eləyir mənfi 3. Mənfi 3. Verir mənfi 1. Bax, bu ödədi. Mənfi 2 deyəcəm. 105-in cavabı mənfi 2. Yeni qoyub hesablayırıq. 106.
Sonsuz sayıda həlli var. Yenə bərabər götürüb həll edirik. Bunu özünüz yazırsınız, siz yazırsınız. Eyni qayda bir çox şey eləmişik. 107. Məktəbin zalında skamyalar qurlaşdırılıb. Əgər hər skamyada 5 şagird otursa, bütün şagirdlərin otura bilməsi üçün 8 skamya çatmayacaq. Amma hər skamyada 6 şagird otursa, 2 skamya boş qalacaq. Zalda neçə skamya qurlaşdırılıb? Tapşırıqda hər bir halda skamyalar tam dolu və ya tam boş olması nəzərdə tutulur. Şöyle şərtdə oxudub. Tutaq ki, x dənə skamya var. Bilmirik. Deyir ki, əgər hər skamyada 5 şagird otursa, eləyir 5x. 5x. Və 8 skamya çatmayacaq. 5-i 8-ə vursaq neçə eləyir? 40. Demək 40 şagird boşda qalır. Üstə gələk 40. 40 şagird boşda qalır. Hər skamyada 6 şagird otursa, eləyir 6x. Amma 2 skamya boş qalacaq, oturmuyor. Bundan çıxırıq 16-nı. Skamya boş qalır. 16-nı çıxmıyor. 6-yı vuruq 2-yə eləyir 12. 6-yı vurduq x-ə. 2-dən skamya boş qalacaq deyil. 2 vuruq 6, 6 nəfərlikdən qalır axı. Eləyir 12. Buradan x-i tapanda uşaqlar 40 üstə gələk 12, 6x çıxaq 5x. 52 bərabərdir x-ə. Deməli 52 dənə skamya qurlaşdırıb sinifdə. 52. 108. Bütün sıraların bərabər sırada oturacaq olan teatr zalı 150 tamaşaçı tutumuna malikdir. Tamaşaçı tutumunun artırılması məqsədilə sıraların sayını 1 vahid. Şöyle buna bir tane misal işləmişik. Bunu siz yazırsınız. 109. 120 turistin 109. sual. 120 turistin daşınması nəzərdə tutulmuşdur. Bunun üçün hər birinə eyni sayda yer oturacaq olan bir neçə avtobus ayrıldı. Avtobusların ümumi tutumu 120 yer idi. 6 turist çox gəldiyi üçün bir ədəd eyni tutumlu avtobus əlavə edildi və hər avtobusa əvvəl nəzərdə tutulduğundan 2 turist az mindi. Turistlərin daşınması üçün əvvəl neçə avtobus nəzərdə tutulmuşdu? Şöyle deyir ki, 120 turistin daşınması nəzərdə tutulmuşdu. Bunun üçün hər birində eyni sayda yer oturacaq olan bir neçə avtobus. Tutaq ki, x avtobusdur, y-də yer var. X vur y bərabərdir 120 turist. Və avtobusların ümumi tutumu 120 yer idi. 6 turist çox gəldiyi üçün bir ədəd eyni tutumlu avtobus əvədi. Avtobusdan sayını 1 vahid elədilər. Yerlər sayı 6 turist çox gəldiyi üçün. Yəni x, y çıx 6. Uşaqlar. Bizə nə demişdi? Bir ədəd eyni tutumlu avtobus əlavə edir. Yəni x plus 1. Bu bizim avtobusdur. Bu da insan nəfər sayıdır. 2 turist az mindi. Yəni y çıxaq 2 nəfər mindi avtobusa. Ümumi nə qədər oldu? 6 turist çox gəldiyi üçün neçə nəfər olur? 126 nəfər. 120 nəfər tutumlu avtobusudur. Oldu 126 nəfər. Bunu sistemə alsaq, bunu varsa x, y çıx 2x üstə gələk y çıx 2 bərabərdir 126. X, y yenə 120 yazsaq eləyir y çıx 2x çıx 2 bərabərdir 120 yazsaq. 126-dan 20 çıxanda eləyir 6. Və y çıxaq 2x bərabərdir 8. X, y-imiz neçədir? 120. Bunu sistem yazsaq. Buradan əvəz etməklə y bərabərdir 8 üstə gələk 2x yazsaq. Niyə belə y əvəz elədik? Çünki bizdən avtobus soruşur. Avtobusa nə demişdik? X. Onun üçün x-i tapırıq. X vur 8 plus 2x bərabərdir 120-yə. Bu bizə verir 8x üstə gələk 2x kvadratı bərabərdir 120-yə. Hər tərəfi 2-yə bölsək x kvadratı üstə gələk 4x çıx 60 bərabərdir 0-a. Yəni köklərin hasili -60.
Cəmi -4 eləyən ədəd hansıdır? 10, -10, müsbət 6. Bizə mənfi lazım deyil, çünki natural ədəddən gedir söhbət. Cavab 6. 109 cavab oldu 6. Bu qədər. Kanalıma abunə olmağı unutmayın. Onlayn dərslərimizə də qoşulmaq üçün 099 314 03 və 12 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.